bu insanların bəlaları necə də böyük olub. Bəliyyətün nasi əzimə. Bu insanların bəlaları necə də böyükdür, necə də ağla sığmayacaq bir şeydir. İnancın var, ləzzəti burasındadır ki, anlayırsan, ölümdən sonra əbədiyyət var. Yəni, bütün bu zəhmətlərin nəticələri var. Bir nəticə var, bunu bilirsə, bu inanclarla yaşamaq çox gözəl bir şeydir, bir şərtlə. Onu məsum ünvandan əldə eləyəsən, yoldan keçəndən yox. Bəli, qurban olduqlarımın nur məsumluğundan, əxlaqından, inancla dolsa sinən, qəlbin, yaşamaq gözəldir, dünyada, ahirətdə. Həmin o düsturlar və qanunlar vasitəsilə içinizdə təmiz insanlarla çirkli insanlar arasında fərq qoyulur. Bütün vacib qaydalar bunun üçündür. Dedim də düz olmaq şərti ilə təbii ki. Bütün qaydalar birinci təsiri budur. İçinizdən o deyərləri ləli cəvahir çıxsın ortalığa. Və diqqətli olun ki, bu vacib qaydalar söhbət yalnız dəstəmazdan, namazdan getmir ha dostlar. Əqidənin vacib qaydaları varmı? Var. Əqidənin də vacib qaydaları var. Onun da hesabı kitabı var. Əxlaqi dərəcə, əxlaqi səciyyə, əxlaq və daxili dünyamızın da vacib düsturları, haram deyilən qaydaları varmı? Var. Eyni zamanda əməl və əhkamımıza, namaz, oruc və s. ictimai fərdi işlərimizin də vacib və haram qaydaları var. Deməli, əslində ilahi qaydalar bizim üç dünyamızı əhatə edir. Əqidəmizi, əxlaqımızı və əməlimizi. Allah bütün bu üçündə də bizə vacib qaydalar qoyub ki, o qaydaların göstəricilərin nəticəsində bəlli olsun ki, xəbis, hansı vüssüz üz-üzdən iraq. Ak və pakiz, tərtəmiz olan hansı vüssüz, hamımızı Allah tərtəmiz eləsin inşallah. Bizim üçün ən önəmli, maraqlı olan şey doğruları bilmək, doğruları danışmaq və doğrulara uyğun yaşamaqdır. Bir başqasının fərqli əqidəsi onun özü bilən işdir. İnsan var yeryüzündə nəuzubillah heç Allah tanımır və yaxud Allahın varlığını qəbul eləmir. Canı cəhənnəmə necə deyərlər, onun işidir. Amma doğru olan budur ki, Allah var. Sən tanımasan da, sən qəbul eləməsən də, sən müxtəlif yozumlarla fikri yayındırsan da belə, o var olan Allah yoxa çıxmır, o var. İndi bəzi müsəlman düşüncəli insanlar dini, İslamı fərqli məcralarda, fərqli məzhəblərdə yaşasalar da, Seyyid-i Şühədanın imamət həqiqəti yoxa çıxmır. O həmişə var. O hər zaman olacaq. Heç kim imamətin nurunu söndürə bilməyəcək. Bizim üçün ən mühüm məsələ Allah qarşısındakı və vicdanımızın rahatlığıdır. Vicdanımızın qarşısında olan hesabımızdır. Seyyid-i Şühədanın şəhadət səbəbi uca Allahın ona bəxş etdiyi imamət idi. Lakin adına xarici deyib öldürdülər. Allah əbədi lənət eləsin. Əziz möminlər, keçən illərin məhərrəm söhbətlərində də bu nöqtəni demişəm, amma müqəddimədə deyim sözüm imamətlə bağlı olacaq mübarək hədis dərsimizlə davam eləyəcək inşallah. O bura qədər, hədisə qədər sizə dediklərim bir müqəddimə olmuş olsun. Ziyarət-i Aşurada bir parça keçir, bir cümlə. Belə deyirik, tərcüməsi təbii ki bu cürdür. Ya Əba Əbdillah, İmam Hüseyin ağamıza müraciət edirik. Ey böyük Mövlam, ey Əba Əbdillah, sənin müsibətin həqiqətən də həm göy əhlinə,
həm səmaya və orada olanların əhlinə belə ən ağır müsibətdir və sənin müsibətin yerdə olan insanlar üçün, yer əhli üçün də ən ağır müsibətdir. Bu ən ağır kəlməsinin mənasında olan ciddi nöqtəni bərabər sizlə müqəddimədə bölüşürəm. Bizim məqsədimiz imamın imamətini və söz haqqını müdafiə eləməkdir. Biz haqlı tərəfi, hesabı biz soruşmalıyıq cəmiyyətdən. 12 məsum imama etiqadı olan inanclı möminlər deməlidir ki, niyə öldürmüsünüz? Siz cavab verin. Biz heç kimi öldürməmişik. Bizim ən ülvi şəxsiyyətlərimiz öldürüblər. Hidayətimiz üçün aramızda yaşayan ən məsum imamlarımız öldürüblər. Bəli, bu şəhadətə əza saxlamaq imanımın da, qeyrətimin də, vücudumun da, ahiretimin de, dünyamın da, bütün saadetimin de, bütün niyyetimin borcudur. Başa salabilirəmmi məsələ nə qədər mühümdür və ciddidir? Bu ziyarətnamədə keçən ən ağır müsibət kəlməsinin izahını ravi İmam Cəfər Sadiq əleyhissalamdan soruşur. Biharul Ənvarda bu hədis keçir. Gəldim Mövlamdan sual elədim. Dedim ki, yəbnə Rasulillah, Mövlamız Seyyid-i Şühədanın haqqında ziyarət edəndə, oxuyanda bu cümləni deyirik ki, sənin müsibətin bütün aləmə ən ağır müsibətdir. Bu ən ağır olması onun susuz öldürüldüyü üçündür. Onun bədənində çox yaralar olduğu üçündür. Biz ona fiziki zərbələr cəhətindən ən ağır müsibət deyirik. Yoxsa bu kəlmənin, bu təbirin, bu terminin bir başqa izahı var. Mövlamız İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur ki, əlbəttə ki, başqa və ciddi bir izahı var. O nədir? O budur. Ümmət, İslam Peyğəmbərinin əbasının altında gördüyü insanların ən sonuncusu Hüseyin İbni Əli'dir. Və ümmət, Peyğəmbər balasına hücum çəkib, onu öldürüb, şəhid etməyə əzm etdikdə, biz Peyğəmbər balasını öldürürük demədi. Dedi, biz dindən çıxmış biri ilə savaşırıq. Belə bir şayə başladı yaymağa. Dindən çıxmışla. Yəni, güya, haşa, Allah uzaq eləsin, bu məlun oğlu məlun Yezid güya rəsmi, dini, Peyğəmbərin tamına xilafətinin və o xilafətin qurduğu hakimiyyətin tam başındadır. Seyyid-i Şühəda aleyhissalam o xilafətə tabi deyil, bəs dindən çıxıb. Ada bax, adının üzərinə qoyulduğu bu böhtan, onun bədəninə vurulan zərbələrdən qat-qat ağırdır ya, əziz dostlar. Mən sizə bir dənə cəmiyyətin içində bir sıra mikroba bənzər, fikirlərdə mikroba bənzər bir söz deyim. Eşitmişsiniz də bunu, bir sıra insanlar deyir ki, bu əza ki saxlayırsınız belə, bu canı dildən, bunu Peyğəmbər saxlamayıb ki. Yəni çalışır bu yolla desin ki, Peyğəmbər əzadarlıq eləməyib, əzadarlıq sünnə deyil və siz Peyğəmbərin eləmədiyi bir şey edirsiniz, beləliklə siz bidət edirsiniz, olmaz. Yalan danışır. Yalan danışır gözünün içinə qədər. Necə yəni Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh Seyyid-i Şühəda aleyhisselamın matəmində göz yaşı tökməyib. Əlbəttə ki, matəmi olanda Peyğəmbər dünyada yox idi. Amma Peyğəmbər Əkrəm sağ olanda bilirdi ki, Seyyid-i Şühədanın başına nə gələcək. Dəfələrlə də ağlayıb. Peyğəmbərin bu hərəkəti sünnə deyilsə, bəs hansı hərəkəti sünnədir? Və sünnə nə edirlər? Bəli, əzadarlıq o dövrdən bu dövrə məclisi, forması, metodikası dəyişib. Cəmiyyətə görə də dəyişir onsuz da.
Məsələn, Azərbaycanımızda bizim öz bacardığımız, öz mədəniyyət, öz mərsiyə janrlarımız qədər əza saxlayırıq. Gedirsən Əfqanistan bir başqa cür, orada müsəlmanlar, onlar da özünə görə. Nə bilim, gedirsən bir Pakistana, orada da özünə görə. Hərə milli dəyərləri ilə daha çox qeyd eləyir. Toyu da belədir, yası da belədir. Hə, indi hansı düzdür, hansı uyğundur, hansı deyil, o başqa bir mövzudur. Amma hər kəs axır ki, bu əzanı qeyd edir, fərqli cür. Biri yaxşı görsənmir, biri məsələn səhnə qurur, ora bir başqa bir şeylər gətirir, biri düz olur, biri səhv olur, bəzi mərsiyələrin avazı düz olur, bəzisi səhv olur, bəzi mərsiyələrin kəlməsi düz olur, bəzisi səhv olur, da biz bunu eləməyə vaxt da yoxdur indi. Cəmiyyət də ona hazır deyil hələ. Amma Peyğəmbər öz davranışı ilə İmam Hüseyin əleyhisselamın şəhadətinə ağlamağı bila şək, bila şübhə elə sünnəsindən sayıb. Hər kim ağlayar, ağladar, bənziyər, behiştə daxil olar, günahları əff olunar. Niyə? Bir gözyaşına niyə bu qədər qiymət verirlər? Çünki Seyyid-i Şühədanın şüarını müdafiə eləmək üçün vahid silahımız əzadarlıqdır. Başqa heç nəyimiz yoxdur. Neyniyək? Başqa neyniyə bilərik? Neynəsən bunun üstünə əlavə olan zinət kimidir. Qan verək, əla verək, yaxşı. Bu da yaxşı işdir. Ehsan paylayaq, gözəl şeydir. Amma hamısı əzadarlığın üzərinə, yəni kökdəki mahiyyətin üzərinə əlavə olunan şeylərdir. Əsas mahiyyət matəmdir, qəmdir, kədərdir, müsibətdir. Əsas mahiyyət budur. Çünki bunu belə yaşamasan, bunu belə yaşatmasan, Mövlanın hədəfini də qoruya bilməyəcəksən. Ki, onun əsl hədəfi Peyğəmbərin vəsiyyətinin müdafiəsidir. O vəsiyyətdə Səqələyndir və məsum imamlarımızdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur, cəddimin müsibətinin ən ağır müsibət adlanmasının əsas səbəbi adına xarici adı deyilməsidir. Bunu ağır eləyən budur. Yəni bədəninə dəyən zərbədən çox adına qoyulan ləkədir. İndi bizim də borcumuzdur ki, bəşərə başa salaq, xəvaric sənin əbəcdadındır. Xəvaric sənin 7 arxa dönənindir. Seyyid-i Şühəda İslamın qanıdır, canıdır. İslam deyilən bir nuraniyyətin özüdür. Yoxduysa olar, sənin İslamdan nə xəbərin var idi biçarə? Sən nə bilirdin ki İslam deyilən anlayış onların evində əkilib, becərilib, böyülüb, qulluq olub. İslam deyilən şey onlardır. Din deyilən şey onlardır. Başqa din yoxdur ki. Xəvaric sənə, imamıma xəvaric deyənlərin 7 arxa dönənidir. Onlar da dindən çıxan, onlar da Allahın qanunundan çıxan. Qanunun özüdür Seyyid-i Şühəda salamullahi əleyh. Bu insanların bəlaları necə də böyük olub. Bəliyyətün nasi əzimə. Bu insanların bəlaları necə də böyükdür, necə də ağla sığmayacaq bir şeydir. Niyə Mövla? İn dəəvnahum ləm yucibu. Biz dəvət edirik onları, doğru olanlara, düz olanlara, belə yaşa, belə otur, belə danış, belə qazan, belə xərclə, dünyanı belə yaşa və s. Dəvət bu deməkdir də. Dəvət nədir? Yəni çağırırsan ki, insan gəl Allahın yoluna. Baxın, əziz möminlər, bu dünyada insanlar aşağı, yuxarı, incə bölmürəm, xırdalığa getmirəm. 2 cür, inanclı insan və inançsız insanlar var. İnançsız insanların nə mənəvi bir tərəfi var, nə ölümdən sonra həyata inanması var. Onun üçün Allah
bizim təfəkkürümüzdə olan Allah deyil, varsa da əgər öz nəfsidir. Buna inancsız insanlar deyirlər. Ya heç nəyə inanmır. Din, əqidə, inanc yoxdur. Çox hayıf. Ömrü bu cür yaşamağa çox hayıf. Vallah. Fani bir dünyanı, ömrü 50 ili, 60 ili yaşayasan ancaq elə həvai istəklə, ürəyin nə istəyib yemisən, nə istəyib yaşamısan, nə istəyib eləmisən, nə inanc var, nə axirət var, nə ölümdən sonra hesab kitab var. Bir sıra insanlar belə yaşayır. Amma biz və bizim kimi düşünən insanlar şükür olsun aləmin Rəbbinə ki, bu fani ömrü inansız israf eləmirik. İnancımızda nə qədər əməlləriniz düzdür, yanlışdır deyə bilmərəm. Adamına görə dəyişir. İmanın dərəcəsinə görə dəyişir. Amma şükür olsun Allaha kökümüzdə, qanımızda, canımızda inanc var. Necə inançsız yaşamaq mənalı ola bilərək? Həyat yaşadım, Allah tanımadım. Heç həyatdır yaşadın sən. Həyatın gözəlliyi burasındadır ki, Allah tanıyırsan. Şirinliyi burasındadır. İnancın var, ləzzəti burasındadır ki, anlayırsan ölümdən sonra əbədiyyət var. Yəni, bütün bu zəhmətlərin nəticələri var. Bir nəticə var, bunu bilirsən. Bu inanclarla yaşamaq çox gözəl bir şeydir, bir şərtlə. Onu məsum ünvandan əldə eləyəsən. Yoldan keçəndən yox. Bəli, qurban olduqlarımın nur məsumluğundan, əxlaqından, inancla dolsa sinən, qəlbin, yaşamaq gözəldir. Dünyada, ahirətdə. Amma oradan, buradan öyrəndinsə, bu nəfs zülmətindən çıxa bilməzsən. İn dəəvnahum ləm yucibun. Dəvət edirik insanları doğruya, haqqa, talaya, heç bizi qəbul eləmirlər. Yaxşı söz deyirik, qəbul eləmirlər. Çox maraqlı deyə, imam deyir, maraqlıdır bu dünya. Bizim həyatımız da belədir. Bəzən evladımıza, bəzən qardaşımıza, bəzən dostumuza, bəzən ailə, bəzən başqa deyirsən, dəvət edirsən, yaxşı bir şey deyirsən, amma qəbul eləmir. Ardıca nə deyir imam? Deyir ki, və in tərəknahum ləm yəhtədu bi qeyrinə. Bu yandan çağırırıq haqqa, düzgünlüyə qəbul eləmirlər. Bu biri tərəfdən də tərk eləyib çıxıb getsək, başqa necə hidayət olacaqlaraq? Başqa bir hidayət eləyən varmı? Təsəvvür eləyin Allah Rəsulü, nəuzubillah və məsum insanları bir anlıq kənara qoysan, başqa hidayət varmı? Cavabını bilmək istəyirsən, elə o dövrdən bu dövrə gələn müsəlman cəmiyyətinə bax. Onları həyatından çıxardan, zahirdə olan müsəlmanlara bax. Hansı biri hidayətdən danışa bilər ki? 12 məsum imamın mədəniyyətini, elmini, əxlaqına söykənməyən mən bir hidayət olmuş adam görməmişəm. Nə olsun o namaz qılır? Nə olsun o Məkkənin böyründə yaşayır? Oynan deyil ki, qardaş. Hidayət ayrı bir şeydir. Tərkibində elm var, onun tərkibində əməl var, onun üçün məkan, zaman fərqi yoxdur. Əgər insan düsturu müəllimdən düz əldə etmirsə, o hansı bir hidayətdən danışa bilər? İmam buyurur ki, bax, həyatın bu, insan həyatının bu tərəfi böyük bir bəladır. Çağırırıq, gəlmirsiniz, tərk eləsək necə hidayət olacaqsınız? Biz olmasaq, Allahın sözünü hardan əldə eləyəcəksən, səmadan necə tutub gətirəcəksən? Peyğəmbər deməsəydi sən və mən o qurban olduğumuzun nurunu, həyatın bu qədər ciddi olmasını hardan bilə bilərdik, dostlar? Başımızı alladacaqdılar, necə ki, dünya cəmaatının başını əyləncə ilə, onunla, musiqi ilə, falandan, filandan allada gedirlər. Biçarələr bir vaxt ayılacaqlar ki, baba köçüb yurdu qalıb. Yaş olub 60-70, namaz yox, oruc yox, tövbə yox, Seyyid-i Şühəda, əza məclisi yox, əhl-i beyt tanımır, bu adam biçarə. Allah hidayət eləsin, vallah, yazığım gəlir. Bu, bizə mənəvi bir ruh verən
mübarək cümlə olsun ki, biz Mövlalarımızın dəvətini qəbul edək və beləliklə əsl hidayəti qazanmış olaq. Bu mübarək hədis isə İmam Həsən Müçtəba aleyhisselamdandır. İmam Həsən Müçtəba. Bir nəfər Mövlaya bəzi sualları yazı vasitəsilə yollayır. Hədisin mətni həmin o suallara verilən cavablardır. Və biz bu mübarək dərsdə yenidən imamət zərurətini bir daha yaxşı başa düşəcəyik Allahın iznində. Çünki Seyyid-i Şühəda aleyhisselamın şəhadətini müdafiə edən yeganə mövzumuz budur. Ennallâhe əzzə və cəllə bimənnihi və rəhmətihi ləmmâ fərəzə əleykumul fəraiz ləm yəhfriz əleykum lihacətin minhu ileyhi. O zaman ki, Uca Allah öz bəndələrinə bəzi vacibləri əmr edib, Allahın bəndələrdən bu vacibləri istəməsi, onun Allahlığına heç bir mənfəət gətirmək üçün deyil. Yəni, Allah bizi xəlq edir və bizi öz başına buraxmadığı üçün üzərimizə bir sıra qayda və qanunları vacib statusunda əmr edir. Yəni, vacibdir, tərk olunması haramdır. Tərk olunduğu təqdirdə nəticəsi əzabdır. Vacib hökmünün digər hökmlərdən fərqi budur. Əgər Allahın höccəti, məsum imamlar hansısa bir dini qaydaya bu vacibdir, bu fərzdir dedisə, yəni Allahın nəzərində tərk olunması haramdır. Yalnız bir hal istisna, o da zərurət. Zərurətdən eləyə bilməmsən, o ayrı. Amma belə ixtiyar sahibi olaraq, bütün vacib qaydalar elə vacibdir ki, icra olunsun. Allah bəndəsinə niyə belə bir qayda və qanun qoyur? Niyə həyatının içində belə bir şey eləməsini istəyir? Həmin o düsturlar və qanunlar vasitəsilə içinizdə təmiz insanlarla çirkli insanlar arasında fərq qoyulur. Bütün vacib qaydalar bunun üçündür. Dedim də düz olmaq şərti ilə təbii ki. Bütün qaydalar birinci təsiri budur. İçinizdən o deyərləri ləli cəvahir çıxsın ortalığa. Əliyərlər, ələk kimi düşünün. Allahın qanununu, halal və haram qanunlarını, vacib hökmlərini bir ələk kimi düşünün. Onu da belə həmin o hökmlər insanı əliyir, ən lazım olanlar keçir oradan, üstə qalanlar çirkabdır, tulla zibilə. Və diqqətli olun ki, bu vacib qaydalar söhbət yalnız dəstəmazdan, namazdan getmir ha dostlar. Əqidənin vacib qaydaları varmı? Var. Əqidənin də vacib qaydaları var. Onun da hesabı kitabı var. Əxlaqi dərəcə, əxlaqi səciyyə, əxlaq və daxili dünyamızın da vacib düsturları, haram deyilən qaydaları varmı? Var. Eyni zamanda əməl və əhkamımıza, namaz, oruc və s. ictimai fərdi işlərimizin də vacib və haram qaydaları var. Deməli, əslində ilahi qaydalar bizim üç dünyamızı əhatə edir. Əqidəmizi, əxlaqımızı və əməlimizi. Allah bütün bu üçündə də bizə vacib qaydalar qoyub ki, o qaydaların göstəriciləri nəticəsində bəlli olsun ki, xəbis hansı vıssız üzüzdən iraq. Pak və pakiz, tərtəmiz olan hansı vıssız, hamımızı Allah tərtəmiz eləsin inşallah. Birinci faydası budur. Ardıca buyurur Mevlamız وَلِيَبْتَلِيَ مَا فِي سُدُورِكُمْ وَلِيُمَحِّسَ مَا فِي قُلُوبِكُمْ. Niyyətinizdə, qəlbinizdə, sinənizdə nə keçirsə, Allah sizi
vacib hökmlərlə sinədə keçdiklərinizi imtahan eləyir. Yəni, əslində qaydalar içimizdə olan imtahandır. Fikir verin, bu hamımızda keçdiyimiz prosesdir. Dinimizin halal və haram dediyi qaydaların bir çoxu beynimiz və niyyətimizdə olan həyatımıza heç uyğun da deyil. Bizdən olsaydı bunu dəyişərdik. O da sənin imtihanındır da. İmtihanın nədir? Sən mi dəyişəcəksən, qaydaya uyğunlaşacaqsan, yoxsa qaydanı dəyişib öz həvai nəfsvə uyğun eləyəcəksən? O da sənin o imtihanındır. Ardıca Mövlamız buyurur, Allahın vacibləri insanların üzərində əmr etməsinin digər bir faydası insanların içində xeyir işlərə nisbətdə bir, necə deyərlər, yarış hissinin formalaşması üçündür. Bütün bu dəyərlər niyə etdi cəmiyyətdə? Çünki bu dəyərlərin hikmətini başa salan imamlarımız öldürüldü. Özləri öldürüldüsə, onların elminin işıq üzü görməsinə kim imkan verər? Kim istəyər? Da özünü öldürmüsən, sən sözünə mi qulaq asarsan adam? Mövlamız buyurur, Allah Teala insanlara bir sıra dini hükümləri, namazı, zəkatı, orucu, həccə getməyi və s. müxtəlif ibadət və itaət xarakterli əmirləri vacib etmişdir, amma hamısından üstün bir vilayətə itayəti də əmr etmişdir. Başqa bir hədisdə deyir ki, ümmət 4-5 hökmdən birini tərk elədi, hamısını saxladı. Yəni, vilayəti tərk elədi, namaz da qılır, oruc da tutur, həccə də gedir, hər şey eləyir. Amma bilmir ki, elə o elədiklərinin hamısının məqbul olma tərəfi vilayətdəymiş. Onun elmi tərəfi vilayətdəymiş, namaz qılmaq deyil məsələ. Allah istəyən namaz qılmaqdır. O Allah istədiyini həmən vilayət bizə gətirir, çatdırır. İmamımız buyurur bizə, bu hökmləri və vilayət də tərkibində olmaqla uca yaradan hər birimizdən bunları istəmişdir. Və cəələ ləkum babən, sizə vilayət və imamət adında bir qapı qoymuşdur. Bütün Allah qarşısında vəzifələrinizin yolu o qapıdan keçir. Allaha gedən yolda üzünüzə bağlı olan bütün qapılara aça bilən sehirli açar yenə də vilayət adlanır. Əgər Peyğəmbər və ondan sonra ümmətin məsum vəsiləri olmasaydı, Mevlamız buyurur ki, kuntum hayara kəlbəhaim. İnsanlar o şuursuz canlılar kimi heyrət içində qalardı. Bilməzdi ki, nəyi necə eləmək lazımdır. Əslində bugün bütün nə varsa, baxın, siz diqqətlə bunu özünüzdə təcrübə eləyə bilərsiniz. Bütün dünyada nə qanunvericilik varsa, hamısı səmadan gələn peyğəmbərlərin elmi əsasında qurulub. Kökü, maddənin kökü səmadan gəlib. Sonra indi biz ora biraz öz istədiyimiz kimi zaman, cəmiyyət, məkan şərtlərini, şəraitini nəzərə alıb biraz dəyişmişik, amma maddənin özü oradan gəlir. O olmasaydı insan o maddəni tapa bilməzdi. Qanunu tapa bilməzdi. İmam da bunu deyir. Olmasaydı peyğəmbərlər, olmasaydı onların vəsilərinin elmi, insanlar Allaha necə gedərlər sözündə heyrət içində qalardı. Bilməzdi ki, neynəsinlər. Mövlamız nə deyir? Həl yədxulu qəryətən illə min babiha. Məgər bir evə, məgər bir şəhərə, o şəhərin, evin qapısından başqa bir yerdənmi daxil olarlar? Demək istəyir ki, İslam özü bir evdirsə, o evin qapısı vilayətdir.
Allah ki sizə peyğəmbərinizdən sonra hansı məsum imamın ardıyca gedəcəyinizi minnət qoymuşdur, sizə bu hidayəti minnət etmişdir və Allahın Qədirxumda nazil elədiyi ayəsini oxuyur. Əl-yevm əkməltu ləkum dinəkum. Bugün biz, mən Allahınız, sizin insanlar dininizi tamamladım. Həmən Qədirxum, həmən vilayət, həmən imamət, həmən Peyğəmbərin vəsiyyəti, həmən Səqəleynin ən mühüm tərəfi, həmən şey. Yəni, İslamın sağalmayan yarası. Hər il nə deyirik? Biz sevinclə gəlib əza saxlamırıq, əzaya sevinmirik, kədərlənirik, çox kədərlənirik. Çox, necə deyərlər, yer tapmırıq özümüzə. Çünki bu sevinəsi bir hadisə deyil bu. Bu çox kədərlidir. Amma bu kədər imanımız üçün lazımdır. Yaxşı? Bu kədər bizim imani dəyərimiz üçün lazımdır. Çünki bizim möminlərin, Allah bəndələrinin dünya və axirətini xoşbəxt edən şahımız öldürülüb. Bəli, bu bizim üçün ən böyük matəmdir. Allah əzamızı qəbul eləsin. Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu əleykum ni'məti və rəzitu ləkumul İslamə dinə. Bugün mən dininizi tamamladım. Bugün mən sizin üzərinizə olan nemətimi tamamladım. Bugün sizə İslamı din olaraq razı oldum. Hansı gün? Vilayət günü. Yəni, sizdən yalnız vilayətə sarıldığınız zaman mən razıyam. Mən sizə nemətimi yalnız vilayətlə bağlı olduğunuz zaman tamamlamışam. Yəni, əslində hər şey bağlıdır məhz bu vilayətə ki, bugün ağrı və acı hissi ilə şəhadətini qeyd edirik. Fərəzəllah və fərəzə əleykum li əvliyaihi hüquqən əmərəkum bi ədaiha. Və Allah sizin üzərinizdə təyin etdiyi peyğəmbərlərini və onların vəsilərinin sizin üzərinizdə haqqını və hüququnu qoyub ki, ona da əda eləyin. Nədir peyğəmbərin bizim üzərimizdə haqqı? Nədir imamın bizim üzərimizdə haqqı? Bir şey, itayət. İtayət nədir? Sözünü dəyişmə, müxalif getmə, çox geridə qalma, ondan çox önə keçmə. Yəni, tamamən həyatının idarə edən qüvvəsi beyni, insanın həyatının idarə eləyən beyni. İtayətdən başqa ona Allah bizdən nə istəyib? İtayət edin. İtayət edin, qulaq asın. Qulaq asın, xoşbəxt olun. Fərdi də xoşbəxt olun. İctimai də xoşbəxt olun. Dünyanın da xoşbəxt olun. Ahirətdə də xoşbəxt olun. Ola bilməmişik bu xoşbəxtliyi, bəli. Amma o xoşbəxtliyi ilahi istək olduğu üçün həmişə elə ona iman gətirmişik. Bu günəcən o xoşbəxtlik olmayıbsa, amma bir gün zühurla olacaq inşallah ki, Allah o günü də təcil eləsin. Biz o günün çox uzaq olar bəlkə bizə, bilmirəm. Bəlkə bundan sonra nə qədər hələ illər keçəcək, bilmirəm. Bəlkə sabah olacaq, yenə bilmirəm. Amma arzumuz, niyyətimiz, duamız budur ki, tez olsun, təcil olsun. Çünki bilirik ki, o zühur olandan sonra bütün doğruluq, nuraniyyət öz yerini tapacaq və biz də doğruluğu, nuraniyyəti sevən bir insan olduğumuz üçün həmin günə canımızla iman gətirmişik, vücudumuzla iman gətirmişik. Fərəzə əleykum li əvliyaihi hüquqən əmərəkum bi ədaiha. Allah məsum höccətinin haqq və hüquqlarını sizlərin üzərinizə qoyur. Mövlamız buyurur, onu əda eləyin. Əda eləyin də, dediyim kimi, itayət eləyin anlamındadır. Bəli, əziz möminlər, əda edin, bütün həyatınızın yaşam qaydalarını bilin. Hədisdir, hədisin ardıdır.
Əda edin, yəni itayət edin. Necə insan necə yaşayar onu bilin. Biz doğrudan da hələ insan necə yaşayar bunu tam-tamına bilmirik. Biz mübarizələrlə yaşamaq öyrənmişik. Beynimizə insan yaşamı rahat və Allah axı zəngindir. Elə deyilmi dostlar? Allah varlıdır. Allah bizi əzab içində yaşayaq, qovrulaq deyə niyə yaratsın? Yaradıb, Peyğəmbər də göndərib, qayda da verib, qanun da qorub. Bütün bunlar hamısı hər şeyin rahat olması üçün deyilmi? Yəni biz əslində onlara qulaq assaydıq, insan necə yaşayarmış, onu anlamış olacaqdıq. Onlara qulaq asmadıq, biz insan necə mübarizə aparar onu anlayırıq. Yaşayar yox. Necə mübarizə aparar, necə haramlardan qaçar, necə boğuşar, necə? Bax, biz onu anlayırıq. Yaşamaq, insan yaşamağı nə olan şeydir? Yenə də zühurda inşallah anlayacağıq. Allah o günü təcil eləsin inşallah.